Ha, indi hara gəldiyimi desəm əgər, bəlkə də mənə güləcək bəziləri. Mən bu günlərim Böcək Muzeyinə gəlmişəm. İzmir Ədəbiyyat Müze Kütüphanəsinin Böcək Muzeyidir. İndi gedək görək bu böcəkləri. Azərbaycanda belə bir muzey yoxdur. Amma gedək görək bu nə muzeyidir. Böcək Muzeyinə giririk. Burada İzmirdə Orman Bakanları tərəfindən 41-ci ildə 28 yanvar tarixində Bornova Zirai Mücadilə İstasyonu yaratmış həmin bu kişilər. Çox güman ki, bunların heç biri yaşamır və bunlar həmin o böcəkləri, bunlar hamısı canlı böcəklərdir. Bu kələbəklərdir, kəpənəklərdir, socul böcəklərdir. Bundan daha çox bizdə zooloqlar məşğul olur. Yeşil çəkirgə böcəyidir. Biz buna çəyirtkə deyirik. Bunlar yeşil çəkirgə deyirlər. Bu şəkildir, amma buradakılar canlıdır, qurudulub bu böcəklər. Bu böcəklər qurub təkə böcəyi, palmiyə qırmızı böcəyi, ağustos böcəkləri. Bunlar toplanılıb, yığılıb, qurudulub və muzeydə izləyicilər üçün göstərilir. Çox maraqlıdır. Birinci dəfədə belə bir muzey görürüm. Bax, bu milçəklərdir. İndi çoxumuz biz bunu öldürüb çox zaman atırlar. Bunların da növləri var. Lucia Sermegin böcəyi var. Çanaqqala mərkəz. Hardan 2004-cü ildə bax bu milçəklər yığılıb. Bu muzeydə qorunub saxlanılır. Bunlar İzmir Selçukdan yığılıb. Şəftali yapraq böcəyidir. Yığıldı 2016-cı ildə toplanılıb. Sonra gəlirik, bu insanlardır. Süraya Endik Çanakkale 1905-ci ildə bunlar anadan olubdular. Həmin böcəkləri toplayanlardılar. Deməli, İzmir Kemal Paşa'da 2018-ci ildə toplanılıb. Böcəklərin hamısının bir-bir adlarıdır. Bunlar hamısı bir-birlərinə oxşuyurlar. Amma böcəkləri yığmaq da əlbəttə ki, zəhmət tələb edən işdir. Bu avqust ayının böcəkləridir. Bu böcəklər də Türkiyənin müxtəlif bölgələrindən toplanılan, daha çox Manisa'dan toplanılan böcəklərdir. Manisa da bura yaxındır. Yarım saatlıq məsafədir. Mən getmişdim ora. Həmin onlar toplanıb 2016-cı ildə toplanmış böcək. Bu sıra 2014-dür. Birinci sıra 2016-dır. Daha sonra 2004-cü ildə toplanmış böcəklər var. Bunlar zərərli böcəklər hesab olunur. Yəni insana zərər verən böcəklərdir, heyvanlara zərər verən böcəklərdir. Bunları toplayıb burada yerləşdirirlər. Hətta bəzisi daha kiçikdir. 2014-cü ildə çıxan bir böcəkdir. O daha lap kiçikdir. Böyüyü də var. İzmir, Bergamo'da 2019-da toplanmış böcəkdir. Böcəklərlə yanaşı faydalı böcəklər də var. İynələrin ucunda bunlar yerləşdirilibdir. Müxtəlif 91-ci ildə toplanmış böcəklər var burada. Yəni çox xırda-xırda böcəklərdir. Daha çox zooloqlar üçün maraqlı bir muzeydir. Amma mənə də çox maraqlı gəldi. Birinci dəfədir belə, ilk dəfədir belə bir muzey görürəm. Çünki Azərbaycanda belə bir muzey yoxdur. İndi qalxırıq biz Ədəbiyyat Muzeyinə görək burada nə var. Aşağısı Böcək Muzeyidir, yuxarısı Ədəbiyyat Muzeyidir. Burada əsərlər var. Viktor Hugo var, Starbon var, Azərbaycan yoxdur. Atatürk var, onların bəzi sitatları. Cemal Sürayə var, bizdə çox məşhurdur. Fərədatdan var. Qalxırıq yuxarı. Çox çəkən tələbə vaxtı oxuduğunu Rəşad Nuri Güntəkin deyə yadıma gəlir bu əsəri oxuyanda. Kitab tamamən islanmışdı. O qədər yapraq dökümü də var, dizi var ona. Eski hastalıqını oxumamışam, Kavak ellərini oxumuşam tələbə vaxtı. Axşam günəşi yox, acımaq oxumamışam. Çalı quşunu amma, Çalı quşu çoxdur, biz onu dəfələrlə oxumuşuq. Tələbə vaxtı o qədər oxuyordum ki, bu əsəri oxuyanda kitab tamamən islanmışdı, göz yaşlarını saxlaya bilmirdi adam. Bu cür gördüyünüz kitab muzeyidir. Kim istəsə gəlib baxa bilər. Bu toplanmış Agora meyhanəsinin şairi Onur Şenli aid olan əşyalardır. Kim istəsə burada sakit bir şəkildə oxuya bilər, amma çox gözəl bir mənzərəsi var. Baxın, yaşıllıqda, amma bir pis şey var ki, maşınlara səs köyür. Ədəbiyyat Muzeyinin hamısını gəzdim, ancaq türklərə aid olan İzmirli şairlər, yazarların şəkilləri, onların şeirləri, müxtəlif dillərə tərcümə olunmuş şeirləri və müxtəlif əsərlər burada yer alır. İzmirli şairlər daha çox. Böyle kim istəsə oturub oxuya da bilər.